215 Karl Suresi 2. Ömer Bey, 28'inde mən ağlıma gələndə və xahiş edəndə mən istəyirəm ki, bu faciə necə olur və s. Mənə hamı dedi ki, meyitlər yalnız Xocalıdadır və ermənilərlə danışıqlıq aparılır, dəyişdirilir və meyitlər gətirilir. Xocalı cəmaatı mənə deyəndə ki, o domuz fermasının yanında da, amma onlar demişlər ki, domuz fermasında sağ adamlar var. Xocalı cəmaatı əyarla gəlib, orada gizlənir. Onu deyəndə, gənə də hamı, mən BTR xahiş elədim, maşın xahiş elədim, əyarla, mənə hamı dedi ki, nə bağda oraya əyar basmaq olmaz, ora qırılırdı, ermənilər oranı atəş altında saxlayırdı, s. 29'unda həmin yerə güc bəlanla, Umudlu kəndindən, hərbi vertolyotlarla, qaydanda ağlama, xahişlə o tərəfdən uçanda, mən gözümdən gördüm və bunu keçmişəm ki, Xocalı'dan 10 kilometre uzaqlıqda olan yer, o domuz ferması. Amma bizim postdan, Qarabəyə postundan, təxminən 700 metrede olan yer, 50'den artıq bizim meyitlərimiz səfələnir. Və ən böyük məni bu günəcən dəyişətə gətirən və mən deyirəm, başa düşməyən odur ki, mən göydən çəkdim, meyitlərin arasında bizim 10 nəfər saçki gəzir. Ağdamlar, hərbi paltarda, onların çəkilişi də var, üzləri də və s. Saçki meyitlərin arasında gəzir. Mənə bu günəcən amma deyilirdi ki, nə barədə, orada meyit yoxdur, bir ikincisi də orada heç kim gedib çıxmaq olmaz, ermənilər və s. Və biz gəlib, mənə nə barədə məsələn, və biz gəlib nəhayət, vertolyotla orada düşən kimi, birdən niyəsə vertolyotların üçü də qayıtda ağlama. Və o 10 nəfər də əyarla, necə ki gəlmişlər, orada əyarla da o dəqiqə getdilər. Və biz 6 nəfər qalıb olduq, 5-6 nəfər. Vertolyotlar qayıtlar oldu. Ağlama gələdi, kilişirdi. Şehirde olan maşın gördüm. Biz ise oraya düşenden sonra 45 dakika biz orada meyitlerin arasında olduk. Çekiliş apardı. Nakçıvay Eskeven yanında o avtomobil yolundan 25 metre kırarlıkta. 2 tane ermenilerden dolu maşın geçti. Bizi gördü ve biz Eyyarlamış'ı Ağlam'a dayatmaya başladık. Bir de orada güllü atılmadı. Ve ben bu günece başa düşmedim. Niye? Bizim posttan 600-700 metre qıraqda olan meyitləri arasında bizim aramla 10 nəfər sahici geze o meyitlər gətirildi. Amma niyəsə Xocalıdan danışıqlar aparılır, o anda siz bilirsiniz və gücləvanla meyitlər dəyişilir. Güya ki, siz demişsiniz ki, Əşrov, ne olur demişler, Zapadyan, ermənilər orada bizimkiləri gözləyib, nə vaxt orada getmək olmaz və ona görə güya ki, ermənilər gəlib orada cəmaatdır. Bunun arası aşılmasa, mən də bu faktları, o keçdiyim faktları hamısı məndə bir durur və xahiş edirəm, bu komisiya ki, hələ deyib, onlar işləyənəcək. Amma mənə elə gəlir ki, mən qorxduğum olur ki, bu komissiyada yanvar faciəsini, vertolyot faciəsini və ümumiyyətcə, bütün bu olan faciələrin komissiyasına dönəcək ki, biz gələk azı 5-6 il oturaq ki, hava bunun axır tapılacaq və bu qüvvə, bunu eləyən, bu faciələri eləyən qüvvə günü-gündən gənə də təzə şey hazırlayır. O barədə sizin fikriniz. Bizim hələlik bilirsiniz, mənim fikrimcə, hələlik Azərbaycanda biz bildiğimiz xalq faciəsinin biri də üstünə açılmıyor. Bilmirəm, bu da çətin açılar.